Rəsmi qurumlar Coca-Cola-nı məhkəməyə verir. Asıllıq yaradan maddələr qatdığını iddia edirlər. San Francisco şəhərinin rəsmiləri 10 aparıcı qida istehsalçısına, o cümlədən Kraft, Mondelez və Coca-Cola'ya qarşı iddia qaldırır. Şəhər rəsmiləri bu şirkətləri təkrar emal edilmiş qidaları qəsdən sağlamlığa zərərli və asıllıq yaradan məhsullar kimi satışa çıxarmaqda və reklam vasitəsilə sağlamlığa zərərli məhsulları təşviq etməkdə ittiham edirlər. İddiada vurğulanır ki, şirkətlər istehlakçılara məhsulların zərərlərini demir və bu, Kaliforniya qanunlarına əsasən ictimai qayda və ədalətli rəqabət prinsiplərini pozmaqdır. Məqsəd qida firmalarının sağlamlıq xərclərinə görə məsuliyyət daşıması və gələcəkdə aldadıcı marketinq taktikalarının dayandırılmasıdır. Şəhər rəsmiləri bildirir ki, təkrar emal edilmiş qidaların artan istehlakı ilə eyni dövrdə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və xərçəng kimi xroniki xəstəliklərin faizi yüksəlib. İddia sənədində bu vəziyyət ictimai səhiyyə krizi adlandırılıb. Bu iddia Amerika Birləşmiş Ştatlarında dövlət orqanları tərəfindən qida şirkətlərinə qarşı təkrar emal edilmiş məhsulların zərərliliyinə dair olan ilk nümunələrdəndir. Əgər məhkəmə şirkətlərin lehinə qərar qəbul etməzsə, bu Amerika Birləşmiş Ştatlarında ərzaq təhlükəsizliyi və marketinq siyasətində mühüm presedent ola bilər.